Salam əziz izləyicilər. Fevral ayında pul, karyera tərəfdən daha çox üzü güləcək 4 bürc haqqında danışacağım sizə. Kanalımızda bürclərin gündəlik, həftəlik, aylıq proqnozları və maraqlı, inadcıl, psixoloji tərəflərinin yorumları edilir. Şir üçün fevral sürpriz qazanc ayı olacaq. Heç gözləmədiyi bir anda maddi fürsət ortaya çıxa bilər. Uzun zamandır diqqətdən kənarda qalan bacarıqları indi gəlir mənbəyinə çevriləcək. Xüsusilə yaradıcılıq tələb edən işlərdə uğur böyükdür. Pul enerjisi yüksəldikcə motivasiya artacaq. İş mühitində daha fəal olacaq. Rəqiblərini geridə qoymaq şansı yaranacaq. Gəlir artımı tədricən baş verəcək. Fevralın ilk günlərində xərclər artsa da sonradan balans qurulacaq. Maddi baxımdan rahatlama hiss olunacaq. Gözlənilməz borc ödənişi bağlana bilər. Bu ay şir üçün pul axını sürətlənəcək. Səbirli olanlar daha çox qazanacaq. Ani qərarlar vermək tövsiyə edilmir. Maliyyə planı qurmaq önəmli olacaq. Ailə dəstəyi hiss ediləcək. Pul mövzularında şanslı dövrdür. Özünə inam qazanc gətirəcək. Şir ayın ikinci yarısında daha böyük fürsətlərlə qarşılaşacaq. Xüsusilə rəhbərlik tərəfindən dəstəklənəcək. Yeni məsuliyyətlər maaş artımı ilə nəticələnə bilər. Öz biznesini genişləndirmək üçün əlverişli zamandır. Müştəri sayı artacaq. Gəlir mənbələri çoxalacaq. Maddi risklər doğru hesablandıqda uğur gətirəcək. Pulun idarəsi mövzusu ön plana çıxacaq. Gələcək üçün yığım etmək faydalı olacaq. Bu ay alınan qərarlar uzun müddətli təsir göstərəcək. Maliyyə baxımından özünü güclü hiss edəcək. Stres azalacaq. Maddi azadlıq hissi artacaq. Fevral şir üçün güvən ayı olacaq. Pul ilə bağlı qorxular geridə qalacaq. Yeni ideyalar gəlirə çevriləcək. Bolluq enerjisi paylaşdıqca artacaq. Qoç üçün fevral ayı maliyyə baxımından gözlənilməz dönüş nöqtəsi olacaq. Uzun müddətdir səbrlə gözlədiyi fürsətlər nəhayət reallaşmağa başlayacaq. Xüsusilə ayın ilk günlərində gələn bir xəbər pul enerjisini hərəkətə gətirəcək. Keçmişdə atdığı addımlar indi real qazanca çevrilə bilər. Əmək haqqı artımı, bonus və ya əlavə gəlir ehtimalı çox yüksəkdir. Risk edib vaxtilə yarımçıq buraxdığı bir işi yenidən gündəmə gətirə bilər. Bu qərar əvvəlcə tərəddüd yaratsa da nəticə sevindirici olacaq. Pul dövriyyəsi sürətlənəcək və borclar yavaş-yavaş bağlanacaq. Ailə üzvlərindən maddi dəstək alma ehtimalı da var, gözlənilməz bir mənbədən pul girişi baş verə bilər. Bu ay qoç üçün bolluq dərsi olacaq. Qənaət etməyi öyrənənlər daha çox qazanacaq. Lazımsız xərclərdən uzaq durmaq tövsiyə olunur. Qoç fevralın ortalarından sonra daha böyük imkanlarla qarşılaşacaq. Xüsusilə iş mühitində diqqət çəkən performans sərgiləyəcək. Rəhbərlik tərəfindən qiymətləndirilmə ehtimalı çox yüksəkdir. Uzun zamandır gözlədiyi vəzifə dəyişikliyi gündəmə gələ bilər. Bu dəyişiklik maaş artımı ilə müşayiət olunacaq. Öz biznesi olan qoçlar üçün müştəri sayı nəzərə çarpacaq dərəcədə artacaq. Reklam və tanıtım işləri uğur gətirəcək. Maddi baxımdan rahatlama hiss olunacaq. Borc vermək və ya kiməsə kefil olmaq məsləhət görülmür. Pulun dəyərini bilmək bu ay əsas dərsdir. Əldə edilən qazancı düzgün yönləndirmək vacibdir. Gələcək üçün yığım etmək uğur gətirəcək. Ailə ilə bağlı maddi məsuliyyətlər arta bilər. Lakin bu yük çətinlik yaratmayacaq. Fevral qoça zəhmətinin qarşılığını verəcək. Pulla bağlı qorxular yox olacaq. Maddi rahatlıq ruh halına da müsbət təsir göstərəcək. Oğlaq üçün fevral taleyüklü maliyyə ayı olacaq. Uzun müddət davam edən durğunluq sona çatacaq. Pul qazanmaq üçün doğru imkanlar art-arda gələcək. Xüsusilə fevralın ilk həftəsi diqqətli olmaq lazımdır. Düzgün qərarlar böyük qazanc gətirə bilər. İş dəyişmək istəyənlər üçün əlverişli təkliflər var, maaş artımı ehtimalı yüksəkdir. Əlavə gəlir yolları açılacaq. Keçmişdə atılan addımlar bəhrə verəcək. Maddi baxımdan rahatlama hiss olunacaq. Borcların bağlanması gündəmə gələ bilər. Pul enerjisi güclü axacaq.
Lazımsız xərclərdən qaçmaq vacibdir. Ailə içində maddi mövzular rahat həll olunacaq. Fevral Oğlaq üçün ümidvericidir. Qazanc artdıkca motivasiya yüksələcək. Özünə inam bərpa olunacaq. Maddi sıxıntılar geridə qalacaq. Oğlaq fevralın sonuna doğru stabil gəlir dövrünə daxil olacaq. Artıq pulla bağlı narahatlıqlar azalacaq. Yeni planlar qurmaq üçün ideal zamandır. Sərmayə və yığım mövzuları ön plana çıxacaq. Gələcək üçün ağıllı qərarlar veriləcək. Maddi baxımdan güclü hiss edəcək. Əldə edilən qazancı qorumağı öyrənəcək. Pul ilə bağlı şans açıqdır. Ancaq tələskənlik zərər verə bilər. Ağıllı addımlar uğur gətirəcək. Bu ay qazanılan dərslər uzun müddət fayda verəcək. Maliyyə intizamı artacaq. Fevral Oğlaq üçün yeni başlanğıc olacaq. Maddi azadlıq hissi güclənəcək. Həyata baxış dəyişəcək. Pul artıq qorxu deyil, fürsət olacaq. Ay güclü şəkildə bağlanacaq. Boğa üçün fevral ayı maddi sıçrayış dövrü kimi yadda qalacaq. Uzun zamandır düşündüyü planlar indi gerçəkləşmək üzrədir. Xüsusilə yeni layihələr böyük gəlir potensialı daşıyır. Pul qazanmaq üçün düzgün zamanlama ortaya çıxacaq. Riskli görünən qərarlar belə uğurla nəticələnə bilər. Ətrafındakı insanların dəstəyi artacaq. Karyera ilə bağlı mühüm bir təklif ala bilər. Bu təklif maddi baxımdan həyatını dəyişəcək. Fevral ayında xərclər artsa da gəlir daha sürətli artacaq. Pul axını balanslı şəkildə davam edəcək. Maliyyə baxımından özünü daha azad hiss edəcək. Keçmişdə edilən səhvlərdən dərs çıxaracaq. Qənaət və sərmayə mövzusu ön plana çıxacaq. Qazanılan pulun bir hissəsi gələcək planlara yönəldiləcək. Gözlənilməz qazanc ehtimalı yüksəkdir. Pul enerjisi güclü olduğu üçün doğru istifadə edilməlidir. Bu ay maddi cəsarət mükafatlandırılacaq. Boğa fevralın ikinci yarısında daha stabil gəlir dövrünə daxil olacaq. Gəlirlər artıq planlı şəkildə artmağa başlayacaq. Xüsusilə texnologiya və onlayn işlərdən qazanc mümkündür. Sosial çevrənin genişlənməsi yeni gəlir qapıları açacaq. Maliyyə savadlılığı artacaq. Lazımsız xərclərdən könüllü şəkildə uzaq duracaq. Əldə edilən pulun dəyərini daha yaxşı anlayacaq. Ailə içində maddi mövzularda rahatlıq yaranacaq. Böyük alış-veriş qərarları üçün tələsməmək tövsiyə olunur. Fevral ayı Boğa üçün maliyyə baxımından güclü bağlanacaq. Özünə olan inam yüksələcək. Maddi stres azalacaq. Yeni ideyalar gəlirə çevriləcək. Uzun müddətli planlar qurmaq üçün ideal zamandır. Pul ilə bağlı qorxular aradan qalxacaq. Gələcək üçün möhkəm təməl qoyulacaq.